Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizlərə Xırdalanda Heydər Əliyev Parkının tam yaxınlığında 15 mərtəbəli binanın 10-cu mərtəbəsindən tam təmirli 3 otağa düzəlmə belə bir gözəl mənzil sizlərə çəkib təqdim edirəm. Təqdimatımızı başladım evimizin qonaq otağı hissəsindən. Geniş ölçülü evimizin qonaq otağımız var. Evimizdə işıqlandırılması yüksək səviyyədədir. Evimizdə bahalı və keyfiyyətli materiallardan istifadə olunubdur. Gördüyünüz kimi tavan hissələrinin işıqlandırılması spotlardan və gizli işıqdan istifadə olunubdur. Qonaq otağının baş tərəfində yerləşir evimizin mətbəx otağımız. Mətbəx meblimizdə yığılıb hamısı hazır vəziyyətdədir. Sizlərə çatdırım ki, və mətbəxdən də əlavə belə bir mətbəximiz var. Eyvan hissəmiz yığılıbdır, bağlanılıbdır və eyvanda da mətbəx nəzərdə tutulubdur ki, belə iri yeməklər, qızarılmış yeməkləri burada pişirmək üçün. Mənzilə dair bütün kommunallar mövcuddur. Qaz, su, işıq daim fasiləsizdir. Məktəbə vaxtı avtobus sayınacağının tam yaxınlıqdır dəyərli izləyicilər. Yəni burada yerləşir evimizin dəhliz hissəsidir, hol hissəsidir, metal olan hər bir hissə isti döşəmədir. Evimizdə dediyim kimi hər bir şey yüksək səviyyədədir. Burada yerləşir evimizin uşaq yataq otağı və evimizin valideyn yataq otağını sizlərə təqdim edirəm. Gördüyünüz kimi çox genişdir və möhtəşəmdir həqiqətən. Ümumi sahəsi 78 kvadrat metrdir. Start qiyməti 133.000 manat. Binamızın iki geniş müasir sürətli lifti mövcuddur. Sizlərə ən sonda hamam və sanitar qovşağını təqdim edirəm və bu mənzillərdə çox müsbətdir. Hamam otağı sanitar qovşağının ayrı-ayrılıqda olması. Baxın, burada yerləşir hamam otağı. Duş kabinin yerinə kimi hamısı quraşdırılıbdır. Ən bahalı moydadırlarına kimi aksesuarlar, tavan hissələr hamısı asma tavandır. Burada da yerləşir evimizin sanitar qovşağı. Tam təchizatlıdır. Gir yaşa əşyalarınızı qoyub girib yaşaya bilərsiniz. Dəyərli izləyicilər, əlaqə nömrəm 077 717 91 90 və 077 717 91 99 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Geniş informasiya əldə edə bilərsiniz. Bu günə bu qədər. Sağ olun, salamat qalın.